Azərbaycan Milli Elmlər Akademiyasında AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə Bakı şəhəri 132-134 nömrəli liseydə bu məktəbin 9-10-cu sinif şagirdləri üçün Azərbaycan dili fənni üzrə olimpiyadanın iştirakçıları və qalibləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, bu olimpiyadanın keçirilməsində əsas məqsədimiz yeni nəsillərə Azərbaycan dilini daha dərindən öyrənməyə sövq etmək, ana dili vasitəsilə onlara ölkəni, vətəni sevməyi təlqin etməkdir. Çünki Azərbaycan dili bizim xalqın əsas atributlarından biridir. Bayraq, gerb, himn kimi bizim əsas milli rəmzlərimizdəndir. AMEA rəhbəri həmçinin qeyd edib ki, dövlət başçısının akademiyanın 80 ili yubiley yığıncağındakı çıxışında televiziya kanallarına müsahibəsində dilimizə önəm verilməsi yeni vətənpərvər gənc nəslin yetişməsi üçün olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan dilinin qrammatikasına dair kitabların yazılması, lüğətçiliyə dair əsərlərin ərsəyə gəlməsi dilimizin inkişafına böyük töhfədir. 132-134 nömrəli liseydə keçirilən olimpiyada öz növbəsində yeni nəsildə dilimizə sevgi hisslərinin formalaşması üçün mühüm əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlığa həmişə açığıq və ənənəni davam etdirmək lazımdır deyə AMEA rəhbəri bildirib. Sonra 132-134 nömrəli liseyin direktoru Aygün Mikailova ana dil olimpiyadasının əhəmiyyətindən söhbət açaraq bildirib ki, məktəb şagirdləri hansı sektorda oxumasından asılı olmayaraq dilimizin imkanlarına yüksək səviyyədə yiyələnirlər, dilimizi sevirlər və bu onu göstərir ki, yetişən gənc nəsil üçün ana dilinin təbliği mühüm göstəricidir. Ölkə prezidentinin ana dilimizin qorunması ilə bağlı çıxışlarından və tapşırıqlarından sonra bu məsələ daha da aktuallaşıb və düşünürəm ki, bizim məktəblər ana dilimizin imkanlarını qorumaq, dilimizi sevmək, inkişaf etdirmək üçün əllərindən gələni edəcəklər. Çıxış edən AMEA Rəyasət Heyət Aparatı Elm və Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri AMEA və onun nəzdindəki Gənclər Akademiyasının bir sıra mühüm işləri gördüyünü və bunlardan biri kimi ana dil olimpiyadasının təşkilini vurğulayıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə görülən bu işlərin gənclərimizin, şagirdlərimizin vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını vurğulayıb. AMEA-nın Gənclər Akademiyasının sədri Kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək bildirib ki, olimpiyadada məktəb üzrə Azərbaycan, Rus və İngilis bölməsindən ümumilikdə 41 şagird iştirak edib. Qeyd edib ki, dilimizlə bağlı olimpiyadada Rus bölməsindən olan şagirdlər də fəal iştirak ediblər. Bu isə Azərbaycan dilinə sevginin və hörmətin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Sonra olimpiyada qaliblərinin çıxışları dinlənilib, sonda isə liseyin olimpiyadada iştirak edən və qalib gələn şagirdlərinə sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.